xariquladə işlər görmək üçün asketizm adlı başqa yol da var. Asketizm nədir? Belə olanda Google-ə yazın. Google nədir ora? Yazın. Ora gələcək. Yəni dünyəvi zövqlərdən, maddi ehtiyaclardan insan özünü uzaq edir, məhrum edir ki, məqama çatsın. Bu səhvdir. O vaxt biz dərs alanda irfan dərsi var bizdə. Neçə növ irfanlar var. Var da batil irfan. Yəni mənim məqama çatmağı üçün ailə qurmurdular, yemək yemirdilər, yatmırdılar. Ancaq namaz, oruc. İmam Baqir'in dövründə. Bu mən danışmışam sizə də. Belə qadınlar var idi. Dedilər ki, biz Allahın məqamına çatmaq üçün Allah bizi sevsin deyə ancaq namaz, oruc, xums, qəza namazları filan etməliyik ki, filan olsun. Yoxsa ailə qursaq, övladımız olacaq, ərimiz olacaq, onlara baxmaq, qulluq etməklə bizim vaxtımız olacaq, namazımız, zikrimiz, İmam ki, diyan. Sən belə ağla çıxmısan xanım Fatimədən və xanım Zeynəbdən. Ərə qulluq, uşağa baxmalı zikri savab deyil ki. Bu səhv irfandır. Bunların düşdüyü bu yol. O Məsihlə də aiddir. Onlar evlənməzlər, rahiblər, rahibələr. Ki biz belə bir inancda var ki, evlənmirlər. Bu maddi ehtiyacdır. Yeməkdir, içməkdir, ailədir, yatmaqdır, durmaqdır, gəzməkdir, gülməkdir, ağlamaq. Bunlar hamısı ödənməlidir. Bu deyir, dünya həyatından, dünyanın zövqlərindən adam qəti gülmür. Düşünün ki, dünya İmam Peyğəmbər gülməyib. İmam Peyğəmbər nə qədər zarafatları var. Maddi ehtiyacı, ancaq qupquru çörəklə su, batırır su ağacı. Nədir bu yəni? Allah səvəyə mədə dağdasan. Yəni bu din deyil. Allahın neymətləri halal, ya Allah geçsin də. İnsanın mənəvi həyatı onun əməl və niyyətlərindən qaynaqlanır. Əməl, niyyət ya yerində olsun. Allah xatırı olsun. Bu onun nəticəsi insanın xoşbəxtliyi və ya bədbəxtliyidir. Əməllə etiqad, niyyət yaxşı olsa insan olacaq xoşbəxt. Olmasa yox. Bu gerçəklik insanlarda müxtəlif cür yaranan və bir sıra heyrətamiz təsirlər göstərən vilayət və ya Allaha yaxınlıq həqiqətindən ibarətdir. Allahla dostluq eləyir, vəlilik, dostluq eləyir. Kamillik nədir? Bizim Allahın mütləq kəmal və qeyri-məhdud, mütləq kəmal, yəni sonsuz. Qeyri-məhdud, yəni onun həddi yoxdur. O sonsuz bir şeydir. Hər cəhətdən sonsuzdur. Yəni bizim bədənimizin forması var, görmə qabiliyyəti, eşitməyimizin eşitmə qabiliyyəti, gücümüzün güc qabiliyyəti. Yəni hər cəhətdən biz məhduduq. Çərçivəliyik. Müəyyən yerə qədər bizim müəyyən cəhətlərin gücümüz, qabiliyyətimiz var. Onda elə şey yoxdur. Olması deməkdən məqsədimiz nədir? Allahın elm, qüdrət və həyat, iradə kimi camal sifətlərdir. Camal, adda yazıb, baxın. Var, cəlal. Əqaiddə, kəlamda danışmışam. Camal, yəni subutiyyə sifətləri. Yəni Allahda olanlar. Cəlal, yəni səlbiyyə sifətləri. Yəni Allah Taalada olmayanlar. Bir bax bunlar Allahın elmi, qüdrəti, həyatı, gücü, iradəsi bu adı camala, adı nəyə? Subutiyyəyə. Yəni Allah bunlar hamı girişdə. Bunlar Allah Taala bunlar Allah Taala var ki, nəsə eləyir insan üçün. Belə olan halda o mələkdən yüksəkdə dayana və daha çox kamilliklərdən bəhrələnə bilər. Artıq keçib bəndiyə. Bəndə var ki, mələklərin üstündür. Quranda ayə var, qəşəng suradır. Tin surəsində. Və ləqəd xələqnəl insana fi əhsən təqvim. İnsan yaratdıq ən gözəl ünsürdə. Ən gözəl məxluq insandır. Ən şərəfli, ən uca. Bu qorusa mələkdən üstündür. Necə ki, Peyğəmbər bir insandır. Üstünlüyünü ispat elədi Meyracda. Cəbrailə gələnmədi mənim mərhələdən sonra. Mən Cəbrailəm düz, amma mənim həddim bura qədərdir. Mələk var, insan var ki, mələk onun qarşısında əlin əhqabını cütdiyini qoyur. Hörmət eləyirlər. Məqamına görə. Amma insan ağlından istifadə etməsə, sümmə rədədnəhu əsfələ safilin. Ən aşağı alçağın biri olacaq. Ağlından istifadə eləməsə, həm o Tin surəsində. Sonra ki, həm kim iman edirsə, salih əməl eləsə, filan və s. Yəni, salih əməl və iman, niyyət, saflığı. Səbəb olur niyə? İnsan kamil bəndə olsun. Bir hədis var burada.
Peyğəmbər deyir ki, heç bir bəndə mənim vacibatın yerinə yetirilməsindən dəyərli bir işlə yaxınlaşmasın. Yaxınlaşmayıb. Daha sonra deyir ki, bəndəm nafilə, yəni müstəhəb namazları qılmaqla mənə elə yaxınlaşır ki, onu sevirəm. Mən onu sevəndən sonra mən onun eşidən qulağı, görən gözü, danışan dili və tutan əli oluram. Böyük sözdür bu. O məni nə vaxt çağırırsa cavab verəcəm. Və əgər məndən bir şey istəsə, bəxşləyəcəm. Nə deməkdir bu? Eşidən qulaq, görən göz, eləyən əl. Yəni sən mən deyən bəndə ol. Nə üçün eləyəcəm onu? Əlləsəm götürür əlinə torpağı, oxur dua, torpaq olur qızıl, gümüş, bırlaq, belə deyək. Deyir, mən bunu istəmirəm, ya Allah, mən bunlar neyinlə? Mən sən lazımsan. Neyinlə bunlar? Mən dünya pissən, amma dünya yaxşıdır. Mən danışmışam təbliğ dərsində, dünyanın xeyirləri, dünya olmasa cənnət olmaz, filan dünya pisləmək olmaz. Nə vaxt pisdir, bel bağlasan, nə vaxt pisdir, haramdan qazansan. Deyir, insan var ki, mən deyən bəndə olsun, o mən desin filan şey, mən olsa eləyəcəm. Axı, mən deyən oluyub o. İrfanda şey var, paylaşmışım çoxdan. Təriqət, şəriət, həqiqət. Təriqət yoldur. Yola geçsin. Hər hansı bir ideologiyanla getdiyin yol doğru olmalıdır. Şəriət, yəni ki, namaz, oruc, şəri hökmlər yerində olmalıdır. Bir üstə bərabər nə? Həqiqət. Çatacaq o həqiqətə. Təriqətin etiqadın zəif olsa, amma əməlin doğru olsa, namazın düzdür, amma etiqadın səhvdir. Yox, olmaz. Etiqadın doğru, amma əməlin yoxdur. Olmaz. Etiqad da olmalıdır, ibadət də yerində olmalıdır qarşısına və çatmaz hara? Həqiqətə.